Sosial şəbəkələrdə və internet televiziyalarında Elm və Təhsil Nazirliyinin balansında olan Təhsil Texnologiya Mərkəzi ilə bağlı ciddi iddialar gündəmə gəlib. Jurnalist Samir Feyruzov tərəfindən paylaşılan görüntülərdə mərkəzin yeməkxanasında xaricdən gətirilmiş və yüksək məbləğlərlə qiymətləndirilən bahalı avadanlıqların saxlanıldığı iddia olunur. Yeməkxanada yemək olar yoxsa milyonluq avadanlıqlar? Jurnalist Samir Feyruzov sosial media hesabında yaydığı materialla bağlı bu sualı gündəmə gətirib. İddialara görə lentə alınan görüntülər Elm və Təhsil Nazirliyinin balansında fəaliyyət göstərən Təhsil Texnologiya Mərkəzində çəkilib. Videoda mərkəzin yeməkxana hissəsində xaricdən böyük vəsait hesabına idxal olunan xüsusi avadanlıqların saxlanıldığı aydın görünür. Onların arasında maya dəyəri 10 minlərlə manat olan xüsusi vakuum aparatları və material dəstləri var. Videoda lentə alınan vakuum aparatının maya dəyəri 28.500 manatdır. Yanındakı material dəstin maya dəyəri isə 57.000 manat təşkil edir. Bu məhsullar əslində xüsusi anbarlarda qorunmalıdır. Eyni zamanda bu avadanlıqların bir neçə vasitəçi şirkət üzərindən dövlətə daha baha qiymətə satılması ilə bağlı ciddi şübhələr və biznes maraqları mövcuddur. Nəticədə isə itirən dövlət büdcəsi olur. İctimai müzakirələrə səbəb olan bu iddialarla bağlı vətəndaşlar və təhsil ekspertləri də məhsulların niyə məhz birinci əldən yox, vasitəçilərlə alınması sualına aydınlıq gətirilməsini tələb edir. Çünki hər bir mərhələdə qiymətin süni şəkildə artması son nəticədə vətəndaşların vergiləri ilə formalaşan büdcəyə əlavə yük yaradır. Hazırda cəmiyyət iddialarla adı çəkilən rəsmi qurumların və aidiyyatı şəxslərin məsələyə verəcəyi rəsmi reaksiyanı və açıqlamanı gözləyir.